Salam dostlar, YouTube kanalıma xoş gəlmisiniz. Bugün dostlarla gəlmişik Ömər Atçılıq klubuna, balıq tutmağa. Hava düzdür, bir balaca yağışlıdır. Çayımız, termosumuz hamısı buradadır. Görək bugünkü ov nə göstərəcək. Qamışların arasında belə bir bisetka götürmüşük. İndi tilovları, qarmaqları açıb hazırlayırıq. Birazdan da başlayacaq balıq tutmağa. Əvvəl balıqları bir balaca yemləmək istəyirik ki, tilov atanda yaxşı gəlsin. Düzdür, hava bir balaca yağışlıdır. Ola bilsin ki, bizə mane oldu balıq tutmağa. Amma burada şərait var, çardağın altında. O yağış bizi islatmaq məsələsi bir balaca gəlizdir. Uşaqlar orada tutur, mən burada tuturam. Paplovokla tuturuq. Burada belə tilovları qoymaq üçün qəşəng dəmirləri də svark eləyiblər. Çox rahatdır. Qamışların arasında çoxlu qarmaqlar, leskalar var. Görünür, bizdən əvvəl tutanlar burada çoxlu sındırıblar öz qarmaqlarını, leskalarını. Hələ ki bir şey yoxdur. Gözləyirik, görək. Bura haqqında belə qısa bir məlumat verim. Belə bisetkalar da var. Sonra gölün ortasında deyəsən süni şəkildə bunu tikiblər. Belə ada formasında da bir şey var. Ora çox güman ki, qayıqla gedirlər. İndi bu günləri heç kim yoxdur, onu soruşa bilmədim. Onun haqqı nədir, ödənişi necədir? Bisetkalar həftə içi 5 manatdır, həftə sonu 10 manatdır. Bura giriş adam başı 5 manatdır. Bisetka istəməyib açıqlıqda da belə gölün qırağında da əyləşə bilərsiniz. Orada artıq pulsuz olur. Tutduğunuz hər balığın kiloqramına görə də əlavə 10 manat ödəniş istəyirlər burada. Günün sonunda cəmi bir dənə sazanımız var. Hardasa 600-700 qram olar. Bunu da keç özümüz tutmamışıq. Yaxınlıqda uşaqlar tuturdu krevetkina. Onlar bizə hədiyyə elədi. Sağ olsunlar. Biz əvvəlcədən səhv eləmişdik. Demək, paplovokun hündürlüyünü düz qoymamışıq. Bir də ki, balığa verdiyimiz yem səhv idi. Çünki biz bundan əvvəl balıq ancaq dənizdə tutmuşduq, göl balığını ov eləməmişdik. Onu da burada bizə izah elədilər. Səhvimizi düzəldəndən sonra balıq gəlməyə başladı. Biraz hava ver. Ne kadar olur? 5 Yarım kilo. Bu da sazandı, hə? Ay səni zuli. Yavaş yavaş, yavaş yavaş. Tələsmə. Qardaş adrenalini tutub. Qaldıranda plavını qaldırın. Aysa hava verdiniz, yavaş yavaş qaldırın. Qalxın. Bəli, qorxma. Qoy qırılsın. Yavaş yavaş. Qaldır, ver sola. Gətir bura. Ağırlığı var ya. Gətir bura taxta üstünə. Bu qar müəllim balıq tutub, bax. Tələsmə. Ne tələb et. Чуть ближе сделай, дай подышать. Да. Mən də qaldırım, hə? Все, вытаскивай. Biz bilərsiniz. Bu nə də o? O, gör mənim üstümə vurarsan bunu.